Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Son zamanlar sosial şəbəkələrdə cəmiyyətə hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar geniş yayılıb. Bu cür paylaşımlar xüsusilə yeniyetmə və gənclərin davranışına mənfi təsir göstərir. Milli Məclisin bugün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə məsələ ilə bağlı təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər xuliqanlıq əməlləri törətmiş sayılaraq 50 manatdan 100 manata dək cərimə olunacaqlar. Eyni zamanda cərimələrin tətbiqi kifayət sayılmadıqda həmin şəxsləri 30 günədək inzibati həbs cəzası gözləyir. Qeyd edək ki, sözgedən qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Ağstafa rayonunda 3 az yaşlı uşaq ataları tərəfindən məişət zorakılığına məruz qalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilkin araşdırmalarına görə uşaqların təhlükəsizliyi təmin edilərək tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Eyni zamanda onların mənafeyinin qorunması məqsədi ilə qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Uşaqların anası Günel Bayramova isə iddia edir ki, həyat yoldaşı kənd sakini 42 yaşlı Oruc Əliyev aralarında tez-tez baş verən münaqişələr zamanı uşaqlara qarşı zorakılıq göstərib. Onun sözlərinə görə sonuncu mübahisədən sonra ata evinə gedən Günel Bayramova, Oruc Əliyev evdə olmadığı vaxt uşaqlarına baş çəkmək üçün onların yaşadığı ünvana gəlib. Hadisədən xəbər tutan ata isə uşaqların anaları ilə görüşdüyünü öyrəndikdə onlara işgəncə verib. Xatırladaq ki, Oruc Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Tanınmış meyxanaçı Ağa Kərim 61 yaşında vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Mərhumun həmkarı Mehman Əhmədli bildirib ki, meyxanaçı sabah Maşlağa qəsəbəsində yerləşən Seyidəli qəbristanlığında dəfn olunacaq. Xatırladaq ki, 2017-ci ildə meyxanaçının beyninə qan sızdığına görə onun səhhətində ciddi problemlər yaranıb. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini sosial şəbəkədə paylaşıb. O paylaşımın altına sülh indi reallıq olub sözlərini yazıb. Qeyd edək ki, 22 vaqona yüklənmiş ümumilikdə 1220 ton yanacaq. Ötən gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarı ilə Ermənistana çatdırılıb. Onu da qeyd edək ki, Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları kommersiya xarakterlidir. Dekabrın 20-sinə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 7-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.